Fərz eləyin ki, çörək yeyirsiniz və qəfil o çörəkdən bir loğma qopub yerə düşür. Qopub yerə düşmüş loğmanı götürüb yerdinizmi? Maraqlı sualdır. Gəlin yaxından nəzər salaq. Məsələ burasındadır ki, xalq arasında 5 saniyə qaydası var. Yəni güya ki, 5 saniyə ərzində yerə düşmüş qidanı götürüb yesək təhlükə olmayacaq. Ancaq elmi nöqteyi nəzərdən bu tamamilə yanlışdır. Belə ki, yerə düşmüş qida elə ilk saniyədən mikroblarla təmasa keçir və çirklənməyə başlayır. Sadəcə olaraq bu təması müddəti artdıqca çirklənmə miqdarı da artır. Həmçinin yerə düşən qidanın yaş yaxud quru olmasından asılı olaraq da çirklənmə miqdarı dəyişə bilir. Belə ki, yerə düşən qida qurudursa çirklənmə daha az, yerə düşən qida nəmlisə çirklənmə daha çox olacaq. Həmçinin yerin səthindən asılı olaraq, yəni qidanın düşdüyü səthdən asılı olaraq da çirklənmə miqdarı dəyişə bilir. Məsələn, qida təmizlənmiş ev döşəməsinə düşürsə, çirklənmə daha az olacaq. Ancaq hər hansı bir çirkli yerə düşürsə, çirklənmə daha çox olacaq. Son olaraq uşaqlarda və yeniyetmələrdə immun sistemi hələ tam formalaşmadığına görə, onlarda yerə düşən qidalara qarşı həssaslıq daha yüksək olur. Xülasə, 5 saniyə qaydası tamamilə inanc məsələsidir və elmi cəhətdən heç bir əsası yoxdur.